Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev zənginə Paşinyanla telefon danışığı kontekstində baxmaq olar və məsələ Bakı-İrəvan xəttindəki münasibətlərdə Moskvanın rol oynaması yaxud Rusiya prezidentinin zəng diplomasiyasında balansı qorumaq deyil. Rusiya hazırda Cənubi Qafqaz siyasətində taktiki manevrlər etməyə çalışır. Bunu zəng trafikində də görmək mümkündür. Ekspert Asif Nərimanlı hesab edir ki, Moskva-İrəvan xəttində telefon danışığı Paşinyanın təşəbbüsü ilə baş tutub. Erməni baş nazir Putindən Ermənistan mallarının ixracına qoyulan məhdudiyyətləri götürməyi istəyib. İkincisi isə İrəvandan Avropa İttifaqı, Avrasiya İqtisadi Birliyi arasında seçimi tezləşdirməyi tələb edib. Telefon danışığından iki nəticə çıxır. Birincisi, Moskva və İrəvanın münasibətlərlə bağlı gündəliyi tamamilə fərqlidir. İkincisi, Rusiya Ermənistana qarşı iqtisadi rıçaqları aradan qaldırmaq, yaxud ən azı yumşaltmaq niyyətində deyil. Moskva, Brüsselin İrəvan üçün iqtisadi alternativlər yarada bilməməsindən də təzyiq siyasətini davam etdirməkdə fürsət olaraq görür. Əsas məqamlardan biri isə Ermənistandakı seçkilərdən sonra baş tutan ilk telefon danışığında da Putinin Paşinyanı təbrik etməməsidir. Bu, gərginliyin davam edəcəyi, hətta genişlənəcəyi gözləntilərini artırır. Paşinyana danışıqdan bir gün sonra Putinin Əliyevə zəng etməsi də Moskva-İrəvan xəttindəki gərginlikdən qaynaqlana bilər. Rusiya Ermənistanla qarşı durma fonunda regional siyasətini Azərbaycanla münasibətlərin düz xəttə çıxarılması ilə kompensasiya etməyə çalışır. Siyasi müstəvidə yaşanan bu gərginlik rəsmi statistikada da özünü qabarıq göstərir. Kommersantın yaydığı məlumata görə 2026-cı ildə Ermənistandan Rusiyaya ixrac olunan konyak və şərabın satışları kəskin azalıb. Rusiyada Ermənistan konyaklarının pərakəndə satışları 12,2% azalaraq 1,137 milyon dekalitrə düşüb. Konyaklara olan ümumi tələbat strukturunda Ermənistanın payı 20% təşkil edib. Bu da 1,7% azalma deməkdir. Şərab satışları isə illik müqayisədə 11,8% azalaraq 239,65 min dekalitr olub. Alkoqol bazarı üzrə ekspert Sergey Gladuşik bu tendensiyanı Ermənistan məhsullarına qarşı tətbiq edilən məhdudiyyətlərlə izah edib. Onun sözlərinə görə birbaşa qadağalar az sayda şirkəti əhatə etsə də, Rusiyanın bəzi idxalçı və distributorları öz təşəbbüsləri ilə Ermənistan alkoqollu məhsulları ilə işləməkdən imtina edirlər. Qeyd edilib ki, tədarükün məhdudlaşdırılması ilə bağlı qərar Rusiya şirkətləri tərəfindən ehtiyatların formalaşdırılması və tədarüklərin planlaşdırılmasında daha ehtiyatlı davranmaq zərurəti barədə siqnal kimi qəbul oluna bilər. Alkopro Gildiyasının prezidenti Andrey Moskovski Ermənistan konyakının Rusiya bazarında artıq perspektivinin qalmadığını istisna etməyib. Onun fikrincə, yalnız ən məşhur və uzun müddət saxlanılmış Ararat və Noy markaları bazardakı mövqelərini qoruya biləcək. O qeyd edib ki, uzun müddətli perspektivdə mağaza rəflərində Ermənistan konyaklarını Gürcüstan, Azərbaycan və Özbəkistandan gətirilən içkilər əvəz edəcək. İyulun 27-sindən etibarən Rusiya daha əvvəl məhdudiyyətlərin tətbiq edilmədiyi Ermənistan süd məhsulları istehsalçılarından məhsul idxalını qadağan edib. Qərarın səbəbi kimi iyulun 14-dən 21-nə kimi keçirilən yoxlamaların nəticələri göstərilib. Yoxlamalar zamanı istehsalda yoluxmuş heyvanlardan əldə olunan südün, eləcə də üçüncü ölkələrdən gətirilən xammalın istifadə olunduğu müəyyən edilib.